Bir neçə dəqiqə bundan əvvəl Zeynalabdin Tağıyevin abidəsinin açılışını qeyd etdik. Abidə metronun girişinə yaxın olduğu üçün, insanlara problem yaratmamaq üçün mən əziz xalqımı bu münasibətlə buradan təbrik edirəm. Bu abidənin açılması çox əlamətdar hadisədir. 2020-ci ildə mənim tərəfimdən Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı müvafiq sərəncam imzalanmışdır. Açıq müsabiqə elan edilmişdir və müsabiqədə xalq rəssamı, məşhur heykəltaraş Xanlar Əhmədovun işi qalib gəlmişdir. Ondan sonra mənə bir neçə yer təklif edildi abidənin ucaldılması üçün və mən məhz bu yeri seçdim. Çünki Zeynalabdin Tağıyevin adına layiq olan bir yerdir. Bakının tarixi yerlərindən biridir. Şəhər sakinlərinin ən sevimli yerlərindən biridir. Tarixi Qala divarının önündədir və Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömür boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətcə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir. Çox zəngin adam idi, amma hər kəs bilir ki, çox kasıb ailədə böyümüşdür və öz sərvətini, öz zəhməti hesabına qazanmışdır. Ancaq tarixdə o zəngin adam kimi yox, məhz xeyriyyətçi kimi qalmışdır. Və əgər onun xeyriyyətçilik fəaliyyəti olmasaydı, yəqin ki, Azərbaycan xalqının yaddaşında da o qalmazdı. Onun təşəbbüsü ilə bir çox önəmli layihələr Azərbaycanda həyata keçirilmişdir. Onların arasında əlbəttə ki, Bakıya təmiz içməli suyun gətirilməsi layihəsini xüsusilə qeyd etməliyəm. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir. Bu günə qədər Bakını, Sumqayıtı təmiz içməli su ilə təmin edir və bu kəmərin tikintisi üçün Zeynalabdin Tağıyev öz vəsaitindən istifadə etmişdir. Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası inşa edilmişdir. Bir çox sənaye müəssisələri inşa edilmişdir. Azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açılmışdır. Və deyə bilərəm ki, müsəlman aləmində ilk dünyəvi məktəb məhz Bakıda Azərbaycanlı qızlar üçün Tağıyevin vəsaiti və təşəbbüsü ilə yaradılmışdır. Bakıda tramvay xətlərinin açılması da Tağıyevin adı ilə bağlıdır. Bir çox bugün Bakıya əlavə gözəllik verən, Bakının memarlığına töhfə verən gözəl binaların müəllifi, yəni ki, təşəbbüskarı məhz Tağıyev olmuşdur və Bakının müxtəlif yerlərində onun memarlıq əsərlərini biz görə bilərik və o, baxmayaraq ki, kasıb ailədə doğulub və o dövrün mühitində böyüyüb, amma onun Bakının gözəlliyini təmin etmək üçün xaricdən dəvət etdiyi memarlar onun mütərəqqi fikirdə olmasından xəbər verir. Qızlar üçün məktəbin açılması gələcəyə yönəlmiş bir addımdır. Hər kəs bilir ki, o yüzlərlə tələbəni Rusiya və Avropaya göndərməklə onların təhsil xərcini öz üzərinə götürmüşdür. Və bu da gələcəyə yönəlmiş bir addım idi. Gələcəyi düşünürdü. Və mən artıq bunu bir dəfə demişəm, bir də demək istəyirəm ki, o tələbələrin arasında mənim babam Əziz Əliyev olmuşdur. Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdur. O da Tağıyev kimi kasıb ailədən idi. Oxumaq istəyirdi. Tağıyeva məktub yazmışdır.
xahiş eləmişdir ki, ona maddi kömək göstərilsin. Tağıyev də onu təbii ki tanımırdı. Sadəcə olaraq bir gəncin belə təhsilə olan marağını nəzərə alaraq ona pul göndərmişdi və bu pul hesabına Əziz Əliyev o vaxt Sankt-Peterburqda hərbi tibbi akademiyada oxumuşdu. Və bu hadisə onun gələcək taleyində hesab edirəm ki, həlledici rol oynamışdır. Çünki o həm gözəl həkim olmuşdur, eyni zamanda böyük dövlət xadimi və 2-ci Dünya müharibəsində onu Bakıdan Dağıstana ezam etmişlər. Dağıstanın rəhbəri vəzifəsində bir neçə il işləmişdir və Dağıstanları sürgündən xilas etmişdir. Çünki o vaxt başqa Qafqaz xalqları ilə bərabər Dağıstanları da Qazaxstana sürgün etməyə istəyirlər. Sovet hökumətinin belə planları var idi və məhz Əziz Əliyevin qətiyyətli mövqeyinə görə bu baş vermədi və Dağıstanlılar bunu yaxşı bilirlər, yaxşı xatırlayırlar və təsadüfi deyil ki, Maxaçqalada Əziz Əliyevin Dağıstanlıların təşəbbüsü ilə abidəsi ucaldılmışdır. Zeynalabdin Tağıyev Qurani Kərimi Azərbaycan dilinə tərcümə etdirmiş və eyni zamanda bu sahədə də təşəbbüskar olmuşdur. İlk dəfə olaraq Qurani Kərim Azərbaycan dilinə tərcümə edilmişdir. Onun təşəbbüsü və maliyyə vəsaiti hesabına Azərbaycanda bir çox dini abidə inşa edilmiş və təmir edilmişdir. Təhsillə bağlı onun təşəbbüsləri təkcə Bakı ilə məhdudlaşmırdı. Eyni zamanda Naxçıvanda, Gəncədə, Şamaxıda, Gürcüstanda, orada Azərbaycanlıların yaşadıkları bölgələrdə onun pulu hesabına məktəblər açılmışdı. Yəni onun haqqında çox danışmaq olar. O böyük şəxsiyyət idi. Xalqa bağlı olan, xalqı qəlbən sevən, xalqın gələcəyini düşünən bir insan idi. Və onu da bildirməliyəm ki, 19-cu əsrdə xeyriyyətçilik ənənələrini məhz Zeynalabdin Tağıyev qoymuşdur. Bu ənənələr Sovet dövründə təbii ki, davam etmədi. Onu da bildirməliyəm ki, Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra Sovet hakimiyyəti onu bütün imkanlardan məhrum etmişdir. Bütün onun əmlakları əlindən alınmışdı. Tək bir bağ qalmışdı. Orada da o ömrünün sonuna qədər yaşamışdır. O uzun ömür yaşadı, dolğun ömür yaşadı. Ancaq əfsuslar olsun ki, ömrünün sonunda bu cürə ədalətsizliklə üz-üzə qaldı və həyatdan çox narahat getdi. Bugün isə müstəqil Azərbaycanda xeyriyyətçilik ənənələri, onun qoyduğu xeyriyyətçilik ənənələri davam edir, geniş vüsət almışdır və bildirməliyəm ki, bu sahədə ən böyük xeyriyyətçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev fondudur. Heydər Əliyev fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahəsinə töhfə verməkdir və Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev fondunun müstəsna xidmətləri vardır. Və məhz fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınıb və məhz bu amil bizə 2-ci Qarabağ müharibəsindəki dövr üçün köməklik göstərdi. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt Azərbaycan haqqında erməni lobbisi və onun havadarları olmazın yalanlarını uydurub media məkanına atmışlar. Ancaq
uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir mütərəqqi dövlət kimi tanıdılması və bu təbliğatı alt-üst etmişdir. Bugün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı bugün fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlamışdır və fondun təşəbbüsü ilə hal-hazırda azad edilmiş torpaqlarda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində yuxarı Gövhərağa, aşağı Gövhərağa saatlı məscidləri Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Ağdam şəhərinin məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa edilir. Zəngilan şəhərinin məscidi də həmçinin. Eyni zamanda Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir və təkcə sadaladığım dini abidələrimizin sayı 8-ə bərabərdir. Və əminəm ki, digər layihələrdə də fəal iştirak edəcək. Bildiyiniz kimi, məcburi köçkünlər üçün yeni evlərin yaradılması da Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vüsət almışdır və mənim iştirakımla Qobu qəsəbəsində bir neçə böyük, çox mərtəbəli evlərin inşası təmin edilmişdir. Yəni, bu ənənələr var, davam edir, cəmiyyətdə çox yüksək qiymətləndirilir və müharibədən sonra Qarabağ Dirçəliş Fondu, Yaşad Fondu mənim təşəbbüsümlə yaradılmışdır. Və Azərbaycan vətəndaşları könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm Yaşad Fonduna vəsaiti və eyni zamanda şirkətlər öz vəsaitini deməli təqdim edirlər. Və bu vəsait hesabına bugün yüzlərlə qazi həm Azərbaycanda, həm xüsusilə xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir. Və bu bir də onu göstərir ki, xeyriyyətçilik hər zaman Azərbaycan xalqının ayrılmaz əlaməti olubdur. Sadəcə olaraq buna şərait yaradılmalı idi. Dövlət tərəfindən bu siyasət dəstəkləməli idi və bugün biz bunu görürük. Mən həmişə Zeynalabdin Tağıyevin şəxsiyyətinə böyük hörmətlə yanaşmışam. Hələ 2000-ci illərin əvvəllərində hələ mən prezident deyildim. Mənim təşəbbüsümlə onun qəbri olduğu Pirəsən ziyarətgahı abadlaşdırıldı və onun qəbrinin ətrafında olan ərazi yeni görkəm aldı. Prezident seçiləndən sonra dərhal mənim təşəbbüsümlə onun evi, hal-hazırda Tarix Muzeyin binası əsaslı təmir edildi. Həm onun yaşadığı evin bir hissəsi muzey kimi qaldı. Eyni zamanda Tarix Muzeyində bizim tariximizin müxtəlif dövrlərini əhatə edən eksponatlar nümayiş etdirilir. Bugün mən çox şadam ki, Zeynalabdin Tağıyevin abidəsi Bakıda ucaldılıb. O buna layiq idi və Azərbaycan xalqı qarşısında, tarix qarşısında, millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır. Bir daha əziz xalqımı bu münasibətlə ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan xalqına yeni uğurlar, yeni qələbələr arzulayıram. Sağ olun.